Ağdamda görkəmli oftalmoloq alim, akademik Zərfə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. 28 aprel 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərfə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssəsə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və tibb işçiləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev mərkəzində davam edən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin, akademik Zərfə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hörmətli cənab başçı, hörmətli tədbir iştirakçıları, görkəmli həkim oftalmoloq, Azərbaycanın əməkdar elm alimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının hərbiçi üzvü, Zərfə xanım Əliyevanın anadan olmasının 103 illik münasibəti ilə keçirilən tədbirimizi açıq elan edir. Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eylesin. Çıxış üçün söz verilir, rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər akademik Zərfə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etməsindən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsindən və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işində xüsusi diqqətindən, zəngin mənəviyyat sahibi mənalı ömür yolundan geniş bəhs etmişlər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvülük vəsiqələri təqdim edilmişdi. Hörmətli cənab başçı, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş bir qrup tibb işçilərinə üzvülük vəsiqəsinin verilməsi üçün sizi və mənsublarını səhnəyə dəvət edir. Cəlalət təbriz. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.